Salamlar bir daha değerli şagirdlər. Bugünkü mövzumuz yenə esse ilə bağlıdır. Bilirsiniz ki, artıq 2026-2027-ci ildə testlərində esse yazma tələbi istənilir. Yəni 10-11-ci siniflər üçün daha önəmlidir bu. Gələn 10 və 11-ci sinif olacaq şagirdlər üçün. Burada meyarlara baxmalıyıq. A meyarı, B meyarı, C və D meyarlarına diqqət edirik. İlk meyarda verilən mövzuya uyğun yazılmalıdır. İkinci B meyarı isə artıq 3 başlıqda göstərilməlidir. 3 başlıq nədir? Baxın, bu birinci paragraf introduction hissəsidir. İyi yazıram. Giriş hissəsidir. Sonra daha geniş olacaq hissə buna body paragraf deyilir. Əsas paragrafdır. Sonda isə conclusion, nəticə hissəsidir. Bu 3 başlıqdır. Hər biri yeni bir abzasdan yazılmalıdır. C meyarı isə minimum 100 sözdən ibarət olmalıdır. Sonda bir-bir sayırsınız. Məsələn, 1, 2, 3, 4 bu 100 sözü keçməlidir. D meyarında isə mümkün qədər yəni tam bağlamaq üçün sinonimlər, bağlayıcılar, bunlardan istifadə edin. Yəni because, bax, çünki, so və ya that's why, ona görə də however, ancaq və ya but və bu bağlayıcılardan istifadə etmək lazımlıdır. A meyarında əsas meyar. Təbii ki, mövzuya uyğun olmasa 0 bal alacaqsınız. Verilən mövzuya uyğun yazılmalıdır. Verilən mövzu baxırıq bizim növbəti esse mövzumuz var. İkinci esseyimiz. Bu nədir? Is watching TV bad for children? Televizora baxmaq uşaqlar üçün pisdir. Belə bir sual verir. İndi biz buna baxmalıyıq. Baxaq. Some people believe that, bəzi insanlar inanır ki, it is important and necessary to limit children's TV watching. Bəzi insanlar inanır ki, uşaqların televiziyaya baxmasını limitləmək, məhdudlaşdırmaq vacibdir. While ancaq others think that, digərləri düşünür ki, it is useful, faydalıdır və əyləncəlidir uşaqlar üçün. According to my mind, mənim fikrimə əsasən, watching TV can be beneficial. Televizora baxmaq faydalı ola bilər. Əgər it is controlled, əgər o nəzarət edilərsə, kontrol edilərsə. I will explain my opinion in this essay. Bu essaydə fikrimi izah edəcəm deyib biraz da söz, yəni 100 sözə çatmaq üçün bəzi şeylərdən, bu tip şeylərdən istifadə etmək olar deyib yeni bir abzasa başlayırıq. Firstly deyərək əvvəlcə some individuals suppose that, bəzi fərdlər, insanlar inanır ki, TV is harmful, televiziya zərərlidir deyirsiniz. Sonra səbəbini izah edirsiniz artıq. Çünki artıq body paragrafla daha geniş verməlisiniz. Görürsünüz? Yəni əvvəlcə deyirsiniz, dedinizdə axı bəziləri belə düşünür, bəziləri elə. Children may become lazy and spend less time studying. Məncə deyir zərərlidir, daha tənbəl olar və daha az dərslərini oxumağı keçirərlər vaxtlarını. For example, misal üçün, many children watch cartoons for hours instead of doing homework. Əksər uşaqlar saatlarla kartunlara, yəni cizgi filmlərinə baxırlar ev tapşırıq etməyin əvəzində. However, ancaq, I think that, düşünürəm ki, televiziya əslində şey də ola bilər, təhsil sahəsi də ola bilər, educational. Çünki it provides useful information, o bizi faydalı məlumatla təmin edə bilər. For instance, əgər educational, yəni təhsillə bağlı olarsa. Misal üçün, documentaries and educational programs help children learn new things. Misal üçün, sənədli filmlər, təhsil proqramları uşaqları yeni şey öyrənməyə kömək edir. In conclusion, nəticədə isə also it has some disadvantages. Bəzi mənfi tərəfləri olmasına baxmayaraq, mən şəxsən inanıram ki, onun üstünlüyü var
bir şeyləri öyrənmək, əylənmək kimi. Belə. Yəni gördünüz burada dediyimiz, yəni mövzuya uyğun oldu. 3 başlıqda verdik. Giriş hissəsini verirsiniz, öz fikrinizi deyirsiniz burada ki, yəni məncə faydalıdır, faydasızdır. Həmin o faydalı, faydasız izah edirsiniz. Digər insanlar nə düşünür, niyə düşünür və siz nə düşünürsünüz, niyə elə düşünürsünüz? For example deyil, misal verirsiniz, sonunda isə nəticə ilə izah edirsiniz.